Privet Pridurki, deməli bazar günüdür. Uşaqlarla navigasyonu qoyduq ki, hara gedək, biz tərəflərdə istidir. Elə bir cənnət yerə gəlmişəm ki, sadəcə adam dəhşətə gəlir də. İsveçrəni gəzdikcə kayf tuturam da, kayf tuturam. Yəni dağlara fikir verin, yəni buna mənzəriyə bax. Gözəl İsveçrə. Bəh, bəh, Alp dağları. Göndərinlər, göndərinlər, ay Allahsızlar, ay insafsızlar. Arvadlarınızı, qızlarınızı göndərinlər, gəzdirimlər hər yeri. Cənnət deyə cənnət, cənnət. Bu həyatı bir dəfə yaşayırıq. Əliyevlər, Paşayevlər, onların qəhbə məmurları Azərbaycan vətəndaşının körpəliyini, cavanlığını, yaşlılığını əlindən alıb. Mən indi nəfəs alıram, indi yaşayıram. Və indi də stres eləmədən, əsəbləşmədən arvadlarımızın, qızlarımızın ağzına verirəm. İbrahim Nehrəmli, anavın, arvadımın, qızlarımın, gəlinlərimin, qayırdığım balduzumun dilini üstünə tutarım. Şəxsən İbrahim Nehrəmli sənin. Bax, sən qəhbənin balasını. Gəlib bu gözəl İsveçrədən mənə zəng eləməsən, arvadın, anon, qızın, balduzun qəhbədir. Çayın rənginə baxın. Hadi gönder de qəhbə oğlu qəhbə. Nə qədər qayıracam, nə qədər peysər atacaqsan, hə? Dağlara bax, dağlara. Ceyranı da saxlamışam orada, deyha. Uşaqlar da düşüblər biraz fasilədədir. Deyha, hoppala ho, peysərlər. Of. Sadəcə ləzzət eləyir də. Sadəcə ləzzət eləyir. Üzüm hələ biraz qabağadır, dağları biraz da gedəcəyik. Orada bir qəşəng yer var, orada da yiyib içib dala qaydadıyıq Allah'ın izni Dağın başına bax, fikir ver. Dağlara bax, ləzzət edir, ləzzət. Jımıq, kayf, cənnət, cənnət. Və İsveçrə dövlətinə, İsveçrə millətinə, İsveçrə polisinə, bələdiyyəsinə, həkiminə, məktəb direktoruna dərin təşəkkürlərimi bildirirəm ki, sağ olsunlar ki, mənə belə bir şərait yaradıblar və mən bu cənnət İsveçrədə insan kimi yaşayıram. İnsan bilirsiniz nədir? İnsanla heyvanın fərqi nədədir? Heyvan ancaq yemək üçün yaşayır. Amma insan yaxşı yaşamaq üçün. Yaxşı yaşamaq da hər birimizin borcudur. Aydındır? Minirsən belə ceyrana, ceyranla da neyinirsən? Hərəkət edirsən. Privet Pridurki, oğlum sürür maşını və yola davam. Bazlığa da davam olacaq. Xırda videolardan. Canlı mənlik deyil. Özünüzdən müğayət olun. İbrahim Nehrəmli, gözləyirəm. Göndər ananı, bacını, qızını göndər qayırım. Yaxşı? Peysər oğlu, peysər. Və sənə krişalıq eləyən Nehrəmli klanı, xətkeş sədaqətin yobru, Nehrəmli Süleyman İsmailov 3000 məktubumu aparıb arvadının amzellasına itəliyib. Qəhbənin balası Ramiz Rızayev, hansı ki mağara adamı ilk məhəbbəti eşşək olub, Ali Məhkəmənin sədri. Hamımızın, bax, Nehrəmli Süleyman İsmailov, Nehrəmli Ramiz Rızayev, sizin arvadlarınızı, qızlarınızı qayıracam ki, İbrahim Nehrəmlidən rüşvət alıb məni şərrəmisiniz. Özünüzdən müğayət olun, peysər yığını peysər. Qəhbə Naxçıvan klanı, yaxşılara can qurban.